göstərməli sizlər üçün Porsche Carrera GTS sətini. Bu hissəmizə keçdikcə Porsche'yə məxsus olan faralarımız görürük. XZ Matrix, onu yaxından birazdan göstərəcəm. Bu hissədə hava çıxışlarımız var. Qarşıdan gedəndə soyuq, yəni hava girir bura və motorumuzu soyudur. Həmçinin də burada faralarımızı yandırdığında, biraz buraya yaxından səhvət olmasa, faraları yandırdığında burada fara işıqlarımız var, dönmə zolaqlarına. Və burada gördüyünüz kimi Porsche'nin logotipi var və Porsche sözü axan bir yazı ilə Porsche bir sözü var. Qəşəng futuristik bir görünüş yaradır mənim fikrimcə. Maşınımızın rəngi mənim fikrimcə çox gözəldir, çox idealdır, mənə çox xoşuma gəldi. Burada radar linklərimiz var. Bu hissəyə keçdikdə isə təkərlərimizi göstərdikdə bu hissəyə tormuz sistemimizin qırmızı rəngdə Porsche yazısı ilə tormuz sistemini görürük. Porsche'nin yenə logotipi. Səhv eləmirəmsə 20'lik disklərimiz var. Qəşəng özünə məxsus bir dənə görünüş yaradır. Mənim çox idealdır, çox xoşuma gəldi. Burada benzin baxdığınız. Yan hissəyə keçdikdə isə biraz uzaqlaş onu görsəniz. Burada yenə 911 Carrera GTS yazısı. Maşınımız uzunluğu o qədər də uzun olmasa da, amma çox gözəl görünüşü var maşınımızın. Qəşəng axşamlar çıxırsan, şəhərdə sürürsən, ideal maşın. Arxa hissəyə keçdikdə isə qabaqla arxa ilə çox fərqli, çox tam ayrı bir şeydir. Yəni, bir dənə spoilerimiz var. Spoilerimizin də altında tormuz verəndə işıq yanan qırmızı stopumuz var. Burada bir dənə uzun belə Porsche yazısı və 911 Carrera GTS. Heç bu hissədən bir dənə zəhmət olsa tam buranı götürək. Burada yenə 2 dənə hava çıxışlarımız var, hansı ki boş deyil, yəni qazanlarımızdır. Buradan aşağı görmədim, ona görə deyə bilmərəm. Həmçinin burada da radar linklər var. Səsinə indi mühərrikimizin səsini qulaq asa bilmirik, sentrdə olduğumuz üçün, amma ümidvaram ki, yəni sosial şəbəkələrdə özünüz gördüyünüz kimi də çox ideal səsi var. Yan hissəyə keçdik. Yenə həmçinin tormuz sistemi qırmızı rəngdə digər o birisi hissəmizdə olduğu üçün bu hissəmizdə də maşınımız 541 aktivlidir. Yəni pis deyil, qəşəng səsi var. Torqunun tam dəqiq bilmirəm, səhv eləmirəmsə buranı göstərməm, amma burada yazılmalıdır. 398 kW yazılır, onu tam dəqiq bilmirəm nə üçündür. Bəli. Orada da diqqətinizi yayındırırlar. Bu yüzden biraz ingilvari səs salır. Ön hissəmizi görsəkdik, yenə də ön hissəmizə baxanda maşınımızı belə çox incələyə bilmirəm də salonda olduğumuz üçün sentrdə. Amma çox ideal görünüşü var. Kapağımızın altında iri olmasa da bir dənə filmən sıraların boyda bir dənə bagajnikimiz var. Burada indi o avariya işıqları üçün o qəza vaxtı olan bir şeyi yerləşdiriblər, o aparatların adını tam dəqiq bilmirəm. Burada da ki, biraz yaxına gəlib bagaj hissəmizi görsədik. Bagaj hissəmizə yəni idman çantası ya da ki, yüngül bir veşiz olsa, rahatlıqla qoya bilərsiniz. Kapotumuzun bağladığında isə istərdim yan hissəmizə bitək. Yan hissəmizdə bu hissəmizdə yəni 911 Carrera GTS yazısı var. Yan hissədə burada indi qapını açmışam deyə görsənmir. Alcantara işləmələrimiz var, indidən deyim, yəni çox qəşəng. Burada da biraz yaxın gəl bura. Qırmızı detallarımız var, qırmızı yəni burada işləmələrimiz var, çox qəşəng. Maşının öz rəngi də qara qırmızı qarşılıqlı, çox idealdır. Burada indi buradan görsənmirəm tam yaxın. Bas səs sistemimiz var. Qulumuza baxdıqda isə Alcantara işləmələrimiz var. Burada bir dənə karbon detallarımız var. Maşın özü mənim fikrimcə çox yüngüldür. Çünki həm də ki, bəxt dediyim kimi yadımdan 500 neçə at gücüdür. Yaxşı at gücü var, yəni yetərincədir bu maşın üçün.
yenə deyirəm, içinə otura bilmirəm, salonda icazə yoxdur, amma sideniyalarımız yəni əl vurduqda görürsən ki, yəni keyfiyyətli materialdan hazırlanıb bir maşının kağıdı Porsche-dir, yəni siz orada keyfiyyət, sürət, hər şeyi yəni görə bilərsiniz. Yəni bu panelin nə deyim, yenə həmənki kimi burada indi drive modları dəyişmək olur, sport, komfort, indi qalanları bilmirəm, ikisini bilmirəm, qalanları bilmirəm hansı modlar var. Burada kapotumuzu açmaq, bir də ki bagaj sistemimizi açmağın şey var. Bizdə bagaj yerində yəni mühərrikimiz yatır. Onu prosto aça bilmirəm indi, icazə yoxdur. Mühərrikimizi istərdim göstərmək, amma bəlkə də icazə verərlər, soruşaram, göstərərəm. Bu hissəni də göstərdikdə videomuz qısalma bilər. Yaddaş sistemi yenə, yaddaş sistemi var burada, sideniyaların. Videomuz qısalma bilər, o birisi videolar kimi yəni, tam incələyə bilmirəm. Yenə burada da bağlaya bilmədim. Sırazı qapını bağlayan kimi şüşələrimiz qalxır göyə. Arxa hissəsinə keçmək istəyirəm. Arxa hissəsinin maşın əslində kodladıqda, yəni sürüş moduna keçdikdə gecə vaxtı qəşəng yəni stoplarımız var ki, hansı ki ideal görünüş yaradır. 911 Carrera GTS yazısından da danışdım. Arxa hissədə yəni nə deyəsən, yəni Porsche-də bir maşının kağıdı Porsche-dir. Yəni ideal görünüş var, sürüş var, komfort var, hər şey var. Şəhərə çıx, cəmaət sənə baxsın, seyr eləsin. Qabaqda o Porsche yazısı var idi, hansı ki süzən bir dənə Porsche yazısı. O bizim dam hissəmizdən spoilerimizin arxasına kimi davam edir. Bu da ki yenə də qəşəng görünüş yaradır maşına, indi nə deyə bilərəm. Başqa da ki heç nə, maşınımız yəni bu qədər incələyə bilirəm. Keçək ön hissəmizə. Maşına qıraqdan baxanda videoda bilmirsən vəbşə necə danışasan. Beləliklə maşınımızın yüngül bir az materiallı olsa da incələməsini çəkdik. Sizinlə mən Kənan, siz Cars-by-Kera kanalındaydınız. Hər kəsə sağ olun. Hansı maşınların da istəyirsiniz incələməsini çəkək? Şərh bölməsində yazın, biz o maşınları incələyəcəyik, sizin üçün göstərəcəyik. Və bu günlərim sizin üçün 911 Carrera GTS çəkdim. Hər kəs sağ olun, salamat qalın.